kimi. يأتي من رسول الله ومتاع إلهي 19 illik Naxış xala oğlu Çingizin yarımçıq qalan ömrünü məzarı başında oturub beləcə ağlayır. Ona təsəlli kimi ağlama Naxış xala, şəhidlər ölmür ki deyənlər də olur. Amma illər keçsə də bu sözlər də yaraya məlhəm olmur və bu ananı ovutmur. Çingiz şəhiddir. Onun ölümünün xatırlandığı günlərdə gözləri tez-tez dolan bir ananın şəhid övladıdır. Çingiz atadır. 9 aylıq körpə Fuadının üzünü doyunca görə bilmədiyi, onun ayaq tutmasını, dil açıb ona ata deməsini eşidə bilməyən bir atadır. O körpəsini qoyub Xocalı qırğınını lentin hafizəsinə köçürüb bütün dünyaya göstərmək üçün yollananda bu yolun sonunun şəhidlik olacağını yəqin ki fikirləşirdi. 19 il əvvəl Çingizin ömrü ilə birgə çox şeyə nöqtə qoyuldu. Artıq 19 ildir ki teleməkanda ölkənin ilk telereportyorunun səsi eşidilmir. 19 ildir ki günləri, ayları, illəri, saniyə və dəqiqələri onsuz yaşayır onun yaxınları. Çoxu ekrandan tanıyırdı onu, bəzisi isə lap yaxından. Mən də onu efirdən tanıyırdım. Bir də ki qəzetlərdən onun barəsində yazılanları oxumuşdum. Jurnalistika peşəsində də marağı elə o Çingiz Mustafayev yaratmışdı məndə. Tək məndəmi? Bugün onu itirdiyimiz, həm də tapdığımız gündür. Onun yolunu gedənlərin, bu sənətə sahib olanların çoxu ona oxşamağa çalışır. Bəziləri azsan, şan şöhrət yiyəsi olmaq üçün bunu edir. Amma Çingiz bu sadaladıqlarıma yiyə çıxmaq üçün cəbhəyə getməmişdi. Kiməsə görk olmaq üçün, kimdəsə vətən sevgisi oyatmaq üçün, mərdlik yaşlamaq üçün getmişdi. Həm də ona görə getmişdi ki öz işini görsün. Çindəki kamerası ilə döyüşən Çingizin yaddaşımızda öz yeri var. Ona görə yox ki ailəsin dəhlizində hər gün onun əksi ilə salamlaşırıq. Ona görə ki onu unutmamaq bizim borcumuzdur. Tək bizim yox, həm də bu millətin. 19 ildir ki o bu millətin milli qəhrəmanıdır. Ondan hamımız öyrənmişik. Elə indi də öyrənirik. Səbri və cəsarəti. Kubatlı'dan birbaşa Şuşa'ya yollandı. Şuşa'ya çata-çatda Kini və nifrəti. Ya size başa düştün. korkursan. Yaradıysan korkursuz. Hamımız korkaksız. Arvatsız. 19 il bundan əvvəl qəhrəmanlıq, vətənə məhəbbət Çingizin timsalında gerçəyə döndü. Və bu gerçək sonradan çoxlarında onun kimi mərd, qorxmaz olmaq, canlı vətən yolunda qurban vermək bacarığını aşıladı. Çingizi zirvəyə aparan yol müharibənin içindən keçdi. Çingiz telejurnalistikada çoxlarının edə bilmədiyini etdi. Çoxlarının çəkə bilmədiyini çəkdi və çoxlarının deyə bilmədiyini dedi. Döyüşü alnına yazdı, hamıya nümunə oldu. Əbədlik zirvəsini beləcə qət etdi. Şəhidlik zirvəsinə ucaldı. Vətənə və peşəsinə olan sevgisi onu əbədiləşdirdi. Nədənsə Çingiz deyəndə gözümün önünə Xocalıda güllələnmiş körpə qıza baxıb hıçqıran bir insanın əksi canlanır. Çingizin göz yaşları gözləri donmuşlara müxalif idi. Sinəsində hönkürən ürəyi isə ürəyi daşlara müxalif idi. Bir vətəndaş kimi öldü. Milli qəhrəman kimi, örnək kimi dirildi. Bugün onu bir daha andıq, məzarını ziyarət etdik. Bugün o ana yurdu Şəkidə də yad edildi. Çingiz Mustafayev adına Mədəniyyət Mərkəzində qəhrəmanın keçdiyi şərəfli yoldan danışıldı. Mədəniyyət evinin müğənniləri və musiqi kollecinin tələbələri vətənpərvər mahnılarla çıxış etdilər. Mən vətən üçün Çingizlər arzu edirəm. Söz oynadanlar, sinə döyənlər yox. Boğazının gür yerinə salıb danışanlar yox. Çingizlər arzuluyuram. Afət Elman qızı, Elmi Muradov, Aynis.